Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bu günlərim Ağdam rayonunun Quzanlıq qəsəbəsindəyik və burada sizi yeni, çox gözəl, özünüz baxanda özünüz görəcəksiniz ki, bura nə xosunda bir gözəl bir evdir. Gözəl bir evlə sizi tanış edəcəyik. Çox vaxtınızı almayaq, əziz izləyicilərimiz, keçək evimizlə sizi tanış edəcəyik. Gördüyünüz kimi evimizin həyətinə daxil oluruq və 20 sot məhəllənin içində yerləşən evlə sizi tanış edəcəyik. Və keçək əvvəlcə məhəlləmizlə tanış olaq, həyətimizlə tanış olaq. Və bəli izləyicilərimiz, gördüyünüz kimi qapıda yekə bir bedana tut ağacı var və bir dənə dağdağan ağacı var. Və keçək həyətimizin gözəl mənzərəsi ilə sizi tanış edəcəm hal-hazırda. Çox gözəl bağı var məhəlləmizin. Gördüyünüz kimi meyvə ağaçları və hər cür meyvədən də var. Üstündə barı da var. Və əziz izləyicilərimiz, evin ön görüşü ilə sizi tanış edək və buyurun baxın. Çox böyük bir, həqiqətən saraya oxşar bir evdir. Gördüyünüz kimi bu evdə heç yaşayış olmayıb, yeni tikilidir. Və 7 pilləkən qalxarkən evə daxil olaq və evimizin dəhlizi ilə birlikdə sizi tanış edəcəyik. Bəli, əziz izləyicilərimiz. İzləyicilərimiz daxil olaq sanitar qovşağımıza. Evimizin çox gözəl, böyük bir sanitar qovşağı var gördüyünüz kimi. Və əzizlərimiz daxil olaq evimizin içinə və 7-nin 4-ə bir zal qarşılayır bizi və gördüyünüz kimi çox gözəl remont olunub. Yenə deyirəm, yaşayış olmuyor hal-hazırda burada. Və sola daxil olarkən burada bir dənə otaq bizi qarşılayır gördüyünüz kimi. Çox gözəl tavanla yığılıb. Və buradan çıxarkən bir dənə mətbəx bizi qarşılayır. Çox gözəl böyük mətbəxi var, çox səliqəli. Mətbəxdən çıxandan sonra bizi yeni bir otaq